Əgər sənə səmimi bir sual versəm, ən son nə vaxt həqiqətən şükür etmisən? Amma dayan, vərdiş halında dediyin şükür olsun sözlərindən danışmıram. Həqiqətən hiss edərək, içindən gələrək nə vaxt şükür etmisən? Çünki çoxumuz şükrü sadəcə bir sözə çevirmişik. Amma şükür söz deyil. Şükür bir baxış tərzidir. İnsanın həyata necə baxdığını göstərir. Bugün insanların çoxu əllərində olanlara yox, olmayanlara fokuslanır. Daha çox pul, daha yaxşı həyat, daha çox imkan. Həmişə nəyinsə dalınca qaçırıq. Amma bir dəfə də durub soruşmuruq. Mənim artıq nəyim var? Və maraqlı tərəfi budur ki, insan sahib olduqlarının dəyərini çox vaxt onları itirəndə anlayır. Sağlığını itirəndə, zamanını itirəndə, sevdiklərini itirəndə. Onda deyir, kaş əvvəl dəyərini bilərdim. Amma şükür itirəndən sonra yox, sahibkən edilir. Bəs şükür necə edilir? Gəlin bunu sadə və real şəkildə anlayaq. Birinci, şükür yalnız yaxşı gündə edilmir. Əsl şükür çətin zamanda ortaya çıxır. İşlər yolunda getməyəndə, planların pozulanda, ürəyin sıxılanda, yenə də deyə bilirsənsə, Allahım, şükür edirəm. Bax bu, həqiqi şükürdür. Çünki bu, təslimiyyətdir. Və təslimiyyət, insanın içindəki yükü yüngülləşdirir. Çünki insan anlayır ki, hər şey onun nəzarətində deyil və bu anlayış onu rahatladır. İkinci vacib məsələ, şükür yalnız dil ilə edilmir, qəlb ilə edilir. Yəni sadəcə demək kifayət deyil, hiss etmək lazımdır. Səhər oyananda birbaşa telefona sarılmaq əvəzinə bir an dayan və özündən soruş. Mən bugün nəyə sahibəm? Nəfəs ala bilirsən? Sağlığın yerindədirmi? Sevdiklərin yanındadırmı? Bunlar kiçik görünə bilər, amma əslində ən böyük nemətlərdir. Üçüncü addım, şükürü gündəlik həyatına daxil et. Yalnız böyük şeylərdə yox, kiçik anlarda da. Bir stəkan su içəndə, təmiz hava alanda, günəşi görəndə fərqində ol. Çünki fərqində olmaq şükrün əsasdır. Dördüncü və çox edilən səhv, müqayisə edərək şükür etmək. Ən azından başqasından yaxşıyam demək, şükür deyil. Bu sadəcə egodur. Həqiqi şükür, içdən gələn razılıqdır. Olduğun vəziyyəti qəbul etmək və sahib olduqlarının dəyərini bilməkdir. İndi isə ən vacib sual. Şükür həqiqətən həyatı dəyişir? Bəli, amma düşündüyün kimi yox. Şükür birdən-birə möcüzə yaratmır, amma səni dəyişir. Daha sakit olursan, daha az şikayət edirsən, daha aydın düşünürsən və bu dəyişiklik sənin qərarlarını dəyişir. Qərarların dəyişdikcə həyatın da dəyişir. Yəni şükür dolayı şəkildə sənin həyatını dəyişir. Amma ən böyük təsiri budur. İnsana daxili rahatlıq verir. Çünki artıq insan daima əskik axtarmır. Əlində olanları görməyə başlayır və bu ruhu sakitləşdirir. Unutma, şükür edən insan daha çox şeyə sahib olduğu üçün şükür etmir. Şükür etdiyi üçün daha çox şeyin fərqinə varır və bu fərq həyatını dəyişir. Əgər sən də daha sakit, daha güclü və daha rahat olmaq istəyirsənsə, bugündən başla. Böyük şeylərə ehtiyac yoxdur. Sadəcə dayan və fərq et və içindən de, Allahım, şükür edirəm. Amma bu dəfə sadəcə söz kimi yox, həqiqətən hiss edərək. Bəlkə də dəyişən ilk şey həyatın yox, sənin iç dünyan olacaq. Və unutma, hər dəyişiklik içərdən başlayır.